Geçən il və ya bu il buraxılış imtahanına hazırlaşarkən bəzi çalışma sistemləri var idi ki, həqiqətən də kənardan baxanda sanki çalışırmış kimi hiss edirsən, amma əslində dəyişən heç bir şey olmur. Bu gün bunları sənə anlatmaqda məqsədim odur ki, hər halda 10-cu sinifsən, 11-ci sinifə keçsən və ya 9-cu sinifsən, yenə də 11 il imtahanına hazırlaşırsansa, bu səhvləri sənin etməməkdir. Çünki həqiqətən də bu səhvlər elə gizli səhvlərdir ki, sən bunu etdikdə sanki çalışırmış kimi hiss edirsən, amma buraxılış imtahanı üçün sənin üçün bir fayda vermir. Bugün bu videoda bunları bəhs edəcəm. Kanalıma xoş gəldin. İlk olaraq bundan başlayacağım. Bu da mənim son aylarda etdiyim ən çox şeylərdən biri idi. Məsələn, müəyyən bir mövzunun sadəcə izahına baxmaq. Məsəl üçün, açsın tutaq ki, məsələn, riyaziyyatdan üçbucaqlar bölməsinin video izahına baxırsan. Baxdın, bitdi və yığışdırdın, getdi. Məsələn, baxdın ona 1 dəqiqə boyunca, 2 dəqiqə boyunca, 10-20 dəqiqə, hətta yarım saat oturdun, baxdın və sonra belə deyirsən, demək ki, mən yarım saat boyunca dərs çalışmışam. Amma məsələn, səhər olur, tutaq ki, üçbucaqlar sənin üçün yeni bir mövzu idi. Səhər durursan, görürsən ki, düsturların demək olar ki, 80% yadından çıxıb və ortada itirdiyin o yarım saat olmuşdu. Amma məsələn, o həmin yarım saat intervalında 15 dəqiqə qayda oxuyub, 15 dəqiqədə təkmilləşdirmə məqsədində test işləsəydin, bəlkə də həmin mövzunun 60 və ya 70%, bəlkə də bilmədin 80% yadında qalacaqdı. Yəni, sadəcə tək başına video izahı izləmək də sənə bir şey qazandırmayacaq. Ki, yəni video izahı izləməyin özü yaxşı bir şeydir. Məsələn, tutaq ki, üçbucaqlar mövzusunu video izahını izləyərsən, məsələn, müəllimdən başa düşmək məqsədi ilə, daha sonra keçib test tapşırığını yazarsan və ya daha sonra keçib qaydasını oxuyarsan, sonra keçib testləri həll edərsən. Beləliklə mövzuyu bəlkə də oxuyub yazmaqdansa daha da çox təkmilləşdirmiş olacaqsan. Yəni, bunu deyək, ilk başda bu olsun, sadəcə video izahı izləmək bəs etmir. İkincisi isə listeningi təkmilləşdirmək üçün audio treklərə qulaq asmaq. Audio treklər yaxşıdır. Məsəl üçün, dil bilgini inkişaf elətdirirsən. Məsəl üçün, əgər danışıq öyrənirsənsə, audio treklər sənin üçün dərman mahiyyətindədir. Amma ingilis dilini təkmilləşdirmək istəyirsənsə, audio treklər demək olar ki, 80% bir işə yaramır. Niyə? Məsələn, sən qulaq asdın, tutaq ki, 2 nəfərin dialoqudur. Qulaq asdın, keçdin başqa bir podkastı dinləməyə. Sonra görürsən ki, məsələn, bu listeningin mexanizması budur. Sən qulaq asırsan və yazırsan. Amma sən audio trekdə bir şey qulaq asdıqdan sonra yazmırsan. Yəni, günün sonunda məsələn, qazancda olmursan. Və bunları da eşitmişəm. Yəni, biraz absurd görünə bilər. Məsələn, bəziləri deyir ki, mən listeningimi düzəltmək üçün ingiliscə mahnılara qulaq asıram. Düzdür, məsəl üçün, bu sadəcə bir bəhanə olaraq mən bunu təyin edirəm. Çünki, məsəl üçün, mahnıya qulaq asmaq yaxşı bir şeydir. Sadəcə deyə bilərsən ki, məsələn, mən mahnıya qulaq asıram. Düzdür. Məsəl üçün, ingiliscə mahnıya qulaq asmaq sənin danışığını təkmilləşdirə bilər. Məsələn, orada bəzi sözlər ola bilər ki, məsələn, deyiliş tərzini öyrənərsən və dilinə yatar. Yəni, dil öyrənmək istəyirsənsə, audio trek və ya ingiliscə musiqilərə, kinolara baxmaq sənə birə-bir işə yarayar, hətta möhtəşəm dərmanlardan biridir. Ancaq listening və ya ingilis dilinin qrammatika sualları üçün də audio treklər dinləmək absurd görünür. Ona görə bu səhvi də sən etmə, çünki sən məsəl üçün əgər dil öyrənmək istəyirsənsə edə bilərsən, amma buraxılış imtahanına hazırlaşmaq istəyirsənsə vaxt itkisindən başqa bir şey olmayacaq. Gecələri yatmamaq. Yəni bu da var idi. Məsəl üçün bəzi son buraxılış aylarında əminəm ki, sən də yaşayacaqsan. Bəzi gənclər, bəzi şagirdlər gecələri yatmırlar. Yəni məsəl üçün gecə durur, məsələn 1, 2, 3, 4 dərs oxuyur, səhər 1-2 saat yatıb, sonra yenidən həyatına davam edir. Yəni biraz dürüst olaq. Yəni gün ərzində məsəl üçün deyək, retki hallarda olar ki, həftə içində 2-3 dəfə olar ki, məsələn gecə hazırlığın 9-da 10-da bitər, onda gəlib gecə dərs çalışarsan. Ancaq məsələn gün ərzində gün boyunca dincəlirsən, istirahət edirsən, nə bilim oyununu oynayırsan, kinoya baxırsan, gününü gün edirsən, gecə gələndə isə mən dərs çalışıram, səhər durub deyirsən ki, mən niyə yorğunum? Əlbəttə yorğun olarsan. Məsələn, səhər o boş işlərə sərf edəcəyin vaxtı normal buraxılış çalışsan, gecə yatmağının heç bir şeyi olmayacaq. Məsələn, bu perspektivi də mən müşahidə edirəm. Məsələn, buraxılış ərəfələrində belə bir şey olurdu. Məsəl üçün, bəzi ziyanlı vərdişlər var ki, onları etmək göz ardı olunacaq şeylər idi. Yəni, hobi, dırnaqarası hobi kimi gedirdi. Amma yatmaq isə tam bir düşmən idi. Yəni, məsələn, 8 saat yatana tənbəl gözü ilə baxırlar. Bəlkə də o 8 saat yatana gün ərzində 8 saat dərs çalışırdılar. Yəni, bunu da nəzərə almaq lazımdır. Yəni, ay buraxılış ərəfəsidir, ay mən yuxusuz olacam, nə bilim, gecəmi gündüzümə qatacam, elə-belə hamısı işin hekayəsidir. Yəni, biz gecəmizi gündüzümüzə qatdıq, nə oldu? Sən gecəni gündüzünə qatacaqsansa, nə olacaq?
Məsələn, bu da var. Gərəksiz yerə boş plan qurmaq. Məsələn, buraxılışdır. Dedin ki, məsələn, buraxılış üçün plan qurum. Başladın məsəl üçün 1 aylıq cədvəl çıxartmağa. 1 aylıq plan cədvəl çıxarsan, nə bilim, ayın falan günü hansı dərs oxuyacam, ayın falan günü falan saat hansı dərs oxuyacam, ayın falan günü falan saat nə oxuyacam, yazırsan və əmin ol ki, bir gün heç 2 gün sonra cədvəl dağılacaq. Niyə? Çünki ay ərzində nələr yaşayacağını dəqiq bilə bilməzsən. Məsələn, sabah məsəl üçün xəstələnə bilərsən. O plan cədvəli pozula bilər. Məsələn, bir gün qonaqlığa gedərsən, o plan cədvəli pozula bilər. Məsələn, o biri gün məsəl üçün tənbəlliyin tutar. Məsələn, 13.30-a yazmısan kimya, heç oxumazsan. Məsələn, 13.30-a yazmısan ingilis dili, deyərsən ki, ya ertələyək, onsuz da yəni bacara bilməyəcəyik. Bir ay çoxdur, nə edək biz bunu? Yəni plan quranda da hər zaman bunu deyirəm, deməyə də davam edəcəm. Bir gün öncədən sabahın planını qurmağa üstünlük verin. O daha yaxşı olacaq. Və bu da var. Bu da çox necə deyim, qızlarda biraz müşahidə etdiyim bir şeydir. Düzdür, bir nəbzədə işə yarasa da biraz necə deyim, vaxt itkisidir məncə. Məsəl üçün fosforlu, karandaşlı belə not dəftərləri çıxarmaq. Məsələn, bəziləri var ki, məsəl üçün kitabdakı məsələn qeydləri bir dəftərə tuturlar. Bu əla bir şeydir. Başlı başına möhtəşəm bir şeydir. Ancaq məsəl üçün onu başlayırlar məsələn fosforlu karandaşla bəzəməyə, müxtəlif bəzəkli ruçkalar alırlar, bəzəyirlər, düzəyirlər, amma günün sonunda konspekti demək olar ki 90% oxumur. Yəni məsələn etiraf edək də, yəni bəzilərimiz var idi ki, necə konspektlər falan yazmışıq, amma demək olar ki toz bürüyüb o konspektləri. 90%-imizi nəzərdə tuturam. Yəni bu da başlı başına vaxt itkisidir. Məsəl üçün sən 3 saata bir mövzunun konspektini çıxartmaq yerinə sadəcə 2 rəngdən istifadə edib 3 saata bəlkə də 10 mövzunun konspektini çıxardarsan. Yəni məsələn deyirsən ki, məsələn Meyrac, mənim çox diqqətim yayınır. Bəs mən nə edeyim? Bir göy, bir qırmızı ruçka. Başqa da artıq bir şeyə ehtiyac yoxdur. Məsələn, orada mühüm bir söz olar, vacib bir söz olar. Altından qırmızı ilə xətt çəkərsən, qırmızı bir dairəyə alarsan və ya həmin sözü qırmızı ilə yazarsan, bu sənə kifayət edər. Lap əlavə sonuncu bir son çarə olaraq, məsəl üçün, paragraf başlığına qara rəngli qələmdən istifadə edib, məsəl üçün, bir söz yaza bilərsən. Amma belə bəzək düzək işləri, necə deyim, buraxılış imtahanı biraz bəzək düzək işlərini sevmir. Yəni necə deyim, vaxt itkisi olacaq. Əgər vaxtına dəyər verirsənsə, əgər vaxtına qiymət verirsənsə, necə deyim, tamamilə bir vaxt itkisi hesab edilər bu həqiqətən. Bu da var, blok tipli tapşırıqlar işləmək. Bunu mən öz səhvimə hesab etməzdim. Bunu mənə daha çox müəllimlərim edirdilər. Necə deyim, məsəl üçün ana dili olsun, riyaziyyat olsun. Mən bunları məsəl üçün normal sınaqlarını işləyirdim, amma paraleldə mənə blok sınaqları da işlədilirdi. Və mən bundan narazı idim. Çünki necə deyim, bu blok sınaqlarının, blok imtahanlarının demək olar ki, buraxılış formatında bir bənzərliyi yoxdur. Xüsusən də məsələn ana dilini deyirəm. Mətndən cəmi 3 dənə sual var orada. Yəni mən bunu bilirəm. Məsəl üçün normalda mən indi 1-ci, 3-cü qrupları nəzərdə tutmuram. Daha çox 2, 4, 5-ci qrupları nəzərdə tuturam. Məsəl üçün bizə məsələn ana dil blok o qədər də mahiyyət daşımır. Yəni məsələn etiraf edək. Məsəl üçün riyaziyyat bloku mənə məsələn o qədər də mahiyyət daşımır. Yəni mən buraxılışa hazırlaşıramsa, mənim törəmə integral işləməyimin heç bir şeyi yoxdur, heç bir mənası yoxdur. İndi məsələn bəziləri var, məsələn həvəsə düşür, deyir ki, mən blok səviyyəsində hazırlaşacağam. Yəni elə hesab edirlər ki, blok səviyyəsində hazırlaşanda məsəl üçün buraxılışdan da şey yazacaqlar. Amma məsələn buraxılışla blok bir yerə qədər eyni keçsə də müəyyən istiqamətdən sonra fərqli şaxələrə parçalanır. Məsəl üçün sən oxuyarsan törəmə integral, buraxılışa düşməsə sən nə edəcəksən? Məsələn gedərsən məsələn loqaritma çətin tipli tapşırıqlarını işləyərsən blok səviyyəsində. Hə məsələn buraxılış səviyyəsində bir loqaritma sualı gəlsə, o sənin üçün 2 vur 2 olar. Yəni necə deyim, mümkün qədər asan orta səviyyəli suallara yönəlmək lazımdır. Arada sırada da çətin suallar işləmək lazımdır, amma necə deyim, öz bazandan, öz mövzundan kənar suallar işləməyin də bir mənası yoxdur. Yəni işləyə bilərsən, maraqlı gələr, çalışarsan və ya sənin blok imtahanı mövzularla əlaqəli işləyərsən, amma belə də yəni marağa işlənməz həqiqətən də. Yəni vaxt itkisi hesab olunan çalışma sistemlərindən biridir. Bu gün buraxılış imtahanına hazırlaşırsansa, məsələn, önündə bir il falan var. Yəni bunları etməyi sənə necə deyim, rəqiblərindən bir addım dala atacaq. Ona görə bunlara xüsusi diqqət yetirirsən. Və əlavə bildiyin maddələr də varsa, məsələn 11-ci sinif şagirdsənsə, bu videonu izləyirsənsə, məsələn əlavə bildiyin maddələr varsa şərhlər qisminə yazarsan ki, məsələn bu videonu izləyən digər 10-cu sinif şagirdləri də məsələn ona baxsınlar, yararlansınlar, bizlərdən bir şey öyrənə bilsinlər. İzlədiyin üçün təşəkkür edirəm. Sağ ol. Salamat qal.